Selamünaleyküm, dağ balı sürümüne başladık. Bugün inşallah dağ balı sürümü için değiştirilen ramkaları çıkarasıyıq. Birinci növbədə onu diyeyim ki, bunun tərkibində biraz döşə ağacından gətirdiyi şirə var. Və ondan sonra bu dağlarda fərqli çiçəklər var. Düzünün yası olsa bu çiçəklərin hamısının adını mən də bilmirəm. Yəni təbiətdə fərqli çiçəklər olur. Yəni hər çiçəkdən arı qonur da, ondan dalınca qaça bilmərəm o. Şimdi yavaş balı çıxaraq olmağına gəlir də yoxdur. Arı da agresivdir. Balı çıxarma biraz çətindir. Maşallah. Bugün ayın 12'si, 8. ayın, Ağustos'un 12'si. Ormanlar biraz gec oldu arıları dağa aparmağa, təbii fəlakətə görə. Yenə də olana şükür, ona Allah bərəkət versin, o bəsdir bizə. Bu da dağ balı. Tam peçatlaması da yavaş peçatlama gelirdi. Qaldıqca burada gəlir yoxdur da. Qaldıqca içine girməyə başlayır. Bunları tez bazar içindən qoparmaq istəyir. Dayından sonra bu oca axırıncı sezondur deyək. Dayından sonra gətirsə biraz tutula versə verər. O da özü üçün, yəni qışlama üçün yığmalıdır. İnşallah bu axırıncı sözündür bizim. Allah bərəkət versin. İstəyən olsa sifariş verə bilər. Dağ balı. Bəs daha çəkil, saxlar, arı gəlir.